Yəni Maduro rejiminin əsas xarici dəstəkçilərindən biri Rusiya idi. Yəni Rusiya və Çin idi rejimin dəstəkçisi və bu hadisə Rusiyanın və Çinin Amerika qitəsindəki mövqelərinə böyük zərbədir. Yəni faktiki Amerika sonuncu milli təhlükəsizlik strategiyasında da elan etdiyi kimi Qərb yarımkürəsində öz dominantlığını yenidən təmin etməyə çalışır və hər hansı xarici gücün bu yarımkürədə, yəni Amerikanın öz təsir sferası hesab etdiyi regionda hökmranlıq etməsinə yol verməyəcəyini bəyan etmişdir strategiyada və bunu da həyata keçirirlər. Ona görə də bu Maduronun devrilməsi ilk növbədə Rusiyanın və Çinin mövqelərinə zərbədir. Hər nə qədər belə fikirlər də mövcud olsa ki, əslində Amerikanın bu əməliyyatı həm də Rusiyanın sanki Ukrayna əməliyyatına bir növ haqq qazandırır kimi oldu. Yəni belə rəylər də var ki, bu Rusiyanın da əməllərinə bir legitimlik, qanunilik qazandırır. Amma mən o fikirlə razı deyiləm təbii ki. Dediyim kimi, yəni bu əlbəttə ki, Rusiyanın ilk növbədə mövqelərinə zərbədir. Rusiya ötən müddətdə həm Venezuelaya kreditlər vermişdi, həm silah yardımları etmişdi. İndi bu faktiki batdı. Yəni Rusiyanın oradakı o qoyduğu kapital batdı. Eyni zamanda Çinin də orada qoyduğu kapital batdı. Çin də Venezueladan neft alan ölkələrdən biri idi. Yəni bu baxımdan Amerika bu əməliyyatla ilk növbədə Qərb yarımkürəsində öz hökmranlığını yenidən təmin etdi və öz rəqiblərini bu regiondan çıxartdı. Ona görə də Rusiyanın dediyiniz kimi əslində ehtiyatla münasibət bildirməyə çalışırlar ki, Trampı xətrinə dəyməsinlər, Trampı qəzəbləndirməsinlər, amma bu aydındır ki, Rusiyanın əslində istəmədiyi bir sonluq idi. Elə Ukrayna məsələsi ilə bağlı da bilirsiniz ki, son həftələrdə yenidən Rusiya ilə Amerika arasında bir anlaşılmazlıq əmələ gəldi. Yəni sanki belə bir təsəvvür var idi ki, Rusiya ilə Amerika anlaşıb Ukrayna məsələsində və artıq yalnız Ukraynaya, yəni Zelenskiyə təzyiq eləyərək ona Amerika bir sülh planını qəbul etdirəcək, amma son nəticədə ortaya çıxan mənzərə bundan ibarət oldu ki, Amerika ilə Ukrayna əslində anlaşdılar. İndi bir maddə orada hələ ki narazılıq doğurur, Donbasdan çəkilmək məsələsi. Onun xaricində digər maddələr üzərində Amerika və Ukrayna razılaşdılar və indi bunu Rusiya qəbul etmir. Və Rusiyada bu ötən ilin son günlərində bilirsiniz ki, bir uydurma iddia ilə çıxış eləmişdi ki, güya Ukrayna dronları Putinin iqamətgahına hücum ediblər. Amma Amerika kəşfiyyatı Trampa raport verdi ki, bu iddia doğru deyil, yalandır və Tramp da elə bir neçə saat əvvəl Amerika jurnalistlərinə açıqlama verib ki, mən Putinlə məyusam və onun bu iddiası, Ukrayna ilə bağlı iddiası doğru deyil, yalandır. Yəni yenidən Putin-Tramp xəttində bir anlaşılmazlıq əmələ gəldi və bu il hər halda Ukrayna məsələsində məncə bir aydınlıq yaranacaq və görünən də odur ki, Amerika administrasiyası yenidən Rusiyaya təzyiqlərə başlayacaq. Çünki başqa bir yol yoxdur. Bugün tamamilə çılpaq şəkildə ortadadır ki, sülhə mane olan, sülhə razılaşmayan tərəf məhz Rusiyadır. Ona görə də Tramp hər nə qədər Rusiya ilə, Putinlə bir normal münasibətlər qurmağa çalışsa belə, yəni belə bir fikri niyyəti olsa belə, Rusiyanın siyasəti bu yaxınlaşmaya heç cür imkan vermir. Ona görə də mən düşünürəm ki, yaxın müddətdə Amerika tərəfindən Rusiyaya qarşı növbəti təzyiqlərin şahidi ola bilərik.